Amma burada sual ortaya çıxır ki, bu metal örtükdə hər hansı bir texniki problem baş versə, misal üçün şurub yerindən su axıtsa, rəngi gedib dəyişsə, üstünə nəsə düşüb əyilsə, belə olan halda siz metal örtükdə dəyişiklik ediləndə ki, xərcə düşmüş olacaqsınız. Mansar yığılarkən heç bir izolyasiya proseduru nəzərə alınmır ki, bizim tərəfimizdən bu işlər 2 mərhələyə bölünür. Videolarımızda da baxa bilərsiniz səhifəmizdə. Ayın 3-ü saat 05:45 yola düşürük Şirvana Mansarın izolyasiyası ilə bağlı. İlkin olaraq 2 top membran götürmüşük. Bu bizim kompresorumuz və digər alətlər. Qrupumuz tərəfindən qeyri-standart yığılan mansarda hazırda izolyasiya işlərimiz gedir. Qeyri-standart mansar nə demək? Qeyri-standart mansar o deməkdir ki, mansar yığılarkən heç bir izolyasiya proseduru nəzərə alınmır. Əgər bir mansar yığılanda ondan sonraki prosedurlar nəzərə alınmırsa, buna deyilir qeyri-standart mansar. Hətta buna qeyri-standart dam da demək olar. Niyə? Çünki fikir versizmi? Sırafili, yəni 1 metr başda 20 sm, 1 metr var. Burası 60, burası 50, burası 70. Yəni bu hələ qeyri-standart mansar olmaqla yanaşı qeyri-standart dam da demək olar. Yəni sırafillərin enliyinə baxın. Keçək ikinci məsələyə. İkinci məsələ bundan ibarətdir ki, bizim tərəfimizdən bu işlər 2 mərhələyə bölünür. Videolarımızda da baxa bilərsiniz səhifəmizdə. Birincisi metal örtüyün məhsulun metal örtüyə vurulması. Bunun texniki baxımdan heç bir problemi yoxdur. İstidir, soyuqdur, səsliyinəndir, kifdir, tərdir, buxardır, bu kimi elementlərin hamısını qarşılayır. Amma burada sual ortaya çıxır ki, bu metal örtükdə hər hansı bir texniki problem baş versə, misal üçün şurub yerindən su axıtsa, rəngi gedib dəyişsə, üstünə nəsə düşüb əyilsə, belə olan halda siz metal örtükdə dəyişiklik ediləndə ki, xərcə düşmüş olacaqsınız. Həm metal örtüyü bərpa etmiş olacaqsınız, həm də izolyasiya məsələsini bərpa etmiş olacaqsınız. Bu məsələ nə olur? İkinci bir məsələ isə bizim tərəfimizdən membran vasitəsilə görünür. Hazırda gördüyünüz kimi usta yoldaşımız membranları vurur. Membranın üzərindən poliuretan püskürtmə izolyasiya vurulacaq. Belə olan halda metal örtüyə məhsul gedib yapışmadığı üçün istənilən vaxtda metal örtükdə rahatlıqla dəyişiklik edə bilirsiniz. 2 xərcə düşmürsünüz. Yalnız metal örtüyün xərcini tutmuş olursunuz. Hazırda Şirvanda izolyasiya işlərimiz davam edir. İnşallah yekunda sizə geniş və ətraflı məlumat verəcək. Davamını izləməyi unutmayın. Məhsul və sifarişləriniz üçün Abşeron Ticarət Mərkəzində yerləşən 114 izolyasiya qrup mağazamıza yaxınlaşa bilərsiniz.